ata evdə əzəmətini saxlamalıdır. O əzəmət xərcləndi, getdi, heç nə də bu nə deyər, ata deyərlər, ata da deyir. Kişinin əzəməti olmalıdır evdə. O onu qoruyub saxlamalıdır. Evdə də xanım niyə deyirlər kişinin şəxsiyyətini sındırma? Çünki ata, övlad üçün ata çox bir dənə mühüm bir insandır. Evdəki də onun şəxsiyyətini sındıranda o şadı da nə gedir? Bir şok effekt gedir. Evdəki getdi artıq. Bir zərbə vurdun. Ona görə evdə o söz-söhbətləri çalışın. İki otaqdasan, keç o birisi otaqda elə söz-söhbət həyat yoldaşından, xanım da sən. Ya nənələr, babalar, qaynatalar da, o görsən hərdən uşağı nəvənin yanında Allah tabi öldürsün sən. O yatmalı kino düşdü, Allah küsüzlü öldürsün. Sənə də filan kəsi də hansı kinomuza deyir. Belə nənə baba belə danışmaz ki, uşağın yanında atasını niyə hörmətdən salırsan buna? Olmaz belə şeylər. O gələk, o uşaq onu bir atasına, atası onun gözündə böyüyüb, səncə Allah tabi öldürsün. Yox, olmaz. Nənə babalar da buna da səhv edirlər.